Bu videoda qış təkərləri haqqında danışmaq istəyirəm. İlk əvvəl onu deyim ki, qış təkərləri, yəni ancaq qar yağdıqda, yer buzlu olduqda, havanın temperaturu mənfiyə düşdükdə istifadə olunmalı təkər növü deyil. Qış təkərləri əslində hava temperaturu müsbət 7 dərəcədən aşağı düşdükdə təkərlər qış təkərləri ilə əvəz olunmalıdır. Bunun da ən əsas səbəbi nədir? Digər təkərlər 7 dərəcədən aşağı istilikdə öz keyfiyyətini, yəni yol tutuş qabiliyyətini itirir və sürüşməyə daha meyilli olur. Yəni sadəcə qarda yox, yay təkəri və yaxud 4 fəsil təkər əksərən adi yağışlı havada belə sürüşməyə meyillidir. Buna görə də imkan daxilində havaların temperaturu 7 dərəcədən aşağı düşdükdə qış təkərlərindən istifadə etmək lazımdır. Qış təkərlərinin də yay təkərlərinə əsas üstünlüyü onun tərkibinin rezin faizinin daha çox olması, protektorunun, yəni fiziki quruluşunun yağışı, suyu, palçığı itələmə qabiliyyətinin güclü olduğuna görə, yəni həmən təkərin yol tutuşu və əyləc məsafəsi qısalır. Ona görə qış təkərlərinin istifadə olunması mütləqdir. Bu qarlı havalarda baş verən qəzalara baxdıqda, qar yağan kimi avtomatik olaraq avtoqəzalar artır, sürüşməyə görə qəzalar artır. Bu qəza videolarının əksəriyyətinə baxdıqda isə, yəni görünür ki, çox primitiv bir şəraitdə qəza baş verir. Yəni o avtomobilin əgər təkərləri normal qış təkəri olsaydı və sürücüsü tam peşəkar professional yox, orta səviyyəli sürücü təcrübəsinə sahib olsaydı, o qəza baş verməzdi. Əksər sürücülər də bu 4 fəsil təkərlərə arxayın olur. Əksər adam deyir ki, bəs mənim avtomobilimin üstündə 4 fəsil təkərdir. 4 fəsil təkərlər, yəni bahalı, orijinal firmalardan başqa, demək olar ki, əksəriyyətində mənasız söhbətdir. Yəni 4 fəsil təkər deyə bir anlayış çox bahalı firmaların təkərlərində, yəni o tərkibi ala bilirlər. Çünki 4 fəsil təkər elə olmalıdır ki, yay fəslində möhkəmliyi olsun, istidə tez yeyilməsin, istidə yumşalmasın və qışda bunun əksinə yumşaq olsun və sürüşməyə meyilli olmasın. Yəni ucuz təkər növlərində də bu tərkibi almaq çox qəlizdir deyə imkan